Bugün sizinlə birlikdə Elçin Abuşovun deməli nəşr etdiyi Hüseyn Caridüzü kitab Nizami Gəncəvinin testlərinə baxacağıq. Deməli burada əvvəlki nəşrdə 56 dənə səhv eləmirəmsə test olmalıdır. Yenisində 77 dənə də onların da izahını atacağım. İlk öncə 56 olan testə baxaq. Birdə deyir ki, cədvələ əsasən Nizami Gəncəvinin həyat və yaradıcılığı ilə bağlı doğru fikirləri müəyyən edin. Birdə deyir, şairin həyatı haqqında məlumatı əsasən əsərlərindən əldə edirik. Bu doğru fikirdir. Sonra deyir ki, saray məmurlarına əsərlər həsr etsə də sarayda yaşamayıb. Bu düz fikirdir, amma yanlış yazıb qabağında, ona görə götürməyəcək. İlk anadili epik poeziya şairin adı ilə bağlıdır. İlk anadili epik poeziya yəqin ki, Dastan Əhməd Araminin nəzərdə tutulur. İlk epik olan nəzm əsəridir və bunun adı ilə bağlı deyil. O da yanlış, bağlıdır deyir. Yanlış fikirdir və qabağında da yanlış olduğuna görə götürürük. Əsərlərini yalnız farsça və əruz vəznində yazmışdı. Bu düz fikirdir, amma yanlış yazıb deyə bunu götürmürük. Şairin 4-cü poeması deyəndə nəyi nəzərdə tuturur? 1197-ci ildə yazılmış 7 gözəl nəzərdə tuturur və deyir ki, hamısı xeyrin şər üzərində qəlbəsi ilə bitir. Bu da doğru fikirdir. 2. Nizami Gəncəvin yaradıcılığı ilə bağlı təzadlardan biri yanlışdır. Əruzda yazsa da deyir, hecə vəznində yazmayıb. Bu düz fikirdir. Farsça yazsa da türkçə yazmayıb. Yalnız farsça yazıb. Qəzət yazsa da qoşma yazmayıb. Düz deyir, qoşma yazmayıb. Lirik yazsa da epik növdə yazmayıb. Epik növdə yazması yanlış olacaqdır. Yəni fikirləşsək ki, bu poemaları var. Yəni bunun poemaları olduğu nəzərə alarsak, onun epik növdə yazmamağı biraz mənasız olar. Ona görə cavab 4-cü. Nizami Gəncəvin poemalarından hansının baş qəhrəmanını deyir? Sasani şahıdır. Burada bir Xosrovdur. Götürürük. Bir də 7 gözəldir. 7 gözəl 2 və 4. Nizami Gəncəvin divanına daxil olan janrları. Orada da deyirdi, dərsin içində var. 120 qəzəl, 30 rübai, 6 qəsidə. Qəzəl, qəsidə və rübaini götürürük. Yaralı bir uşağın dastanında mənzum hekayəsində yaralı uşağı kim xilas edir? Uşağın düşməni, uşağın yaxın dostu yox, uşağın düşməni onu xilas edir. Sonra 6. Deməli, Xosrov və Şirin poeması haqqında deyir, yanlış fikir müəyyən edilir. Şair Xosrov obrazı ilə məhəbbətin insanı saflaşdıran, nəcibləşdirən hiss olduğunu əks etdirir. Bu düz fikirdir. Ədəbiyyatımızda vahid süjet xəttinə malik ilk poemadır. Bu da düzdür. Şair Xosrovdan bəzən etinasızlıq görsə də ilk və həqiqət sevgisindən üst çevirmir. Bu da düzgün fikirdir. D variantında deyir, Şirin şairin ən çox sevdiyi ideal qadın obrazıdır. Bəli, düz fikirdir. Elə ilk ideal qadın obrazı, ilk qadın obrazı elə Şirin olur. 7 deyir, 1188-ci ildə farsça yazılmışdı. 1181-ci ildə yazılmışdı. 1188-də yazılan Leyli Məcnun idi. Cavabımız Y variantı. 7. Xosrov və Şirin və İskəndərnamə əsərlərinin ortaq xüsusiyyəti deməli sayıla bilməz. Hər iki mənzum roman sayılır. Bu fikir düzdür. Hər iki əsərdə dövlətin ağıl idarə edilməsindən danışılır. Bu da düzdür. Hər iki əsərdə türk qızı Sasani şahinə ağıl verir. Bu fikir səhv fikirdir. Burada yoxdur. 7. Xosrov və Şirində olsa da İskəndərnamədə yoxdur. Hər iki əsərdə şərəf pisliklərə nifrət var. Hər iki əsər farsça nəzmlə yazılıb. Bu da var. Deməli 8. 7 gözəl poemasına aid xüsusiyyətlərdən biri səhvdir. Əsərin baş qəhrəmanı Xosrov və Şirinin əsərindəki kimi Sasani şahıdır deyir. Bu düz fikirdir. Şair Bəhram Gürün həyatını nəzmə çəkməklə arzu və istəklərinə uyğun hökmdar yaradıb. Dərsin təhlilində deməli verir ki, şairin əsas məqsədi onu Bəhram Gürün həyatını nəzmə çəkmək deyildi. Sadəcə arzu və istəklərinə uyğun hökmdar yaratmaq idi. Ona görə cavab B variantıdır. Əsərdə hökmdarlığın çox ağır iş olduğu, böyük məsuliyyət tələb etdiyi göstərilir. Bu düzdür. Şair dövlət işlərini başqalarına etibar etmək olmaz qənaətini ortaya qoyur. Bu fikir də düzdür. Poemada 7 gözəlin danışdığı hekayələrin hamısı da xeyrin şər üzrə qələbəsi ilə vurgulanır. Bu da düz fikirdir. Sonra Leyli Məcnun poemasının şairin sırf məhəbbət mövzusunda yazdığı ikinci əsərdir. Yəqin ki, sırf məhəbbət mövzusunda yazdığı birinci əsər oldu. Çünki Xosrov və Şirin məhəbbət mövzusunda olsa da orada həm də sırf məhəbbət mövzusunda deyildi.
Yəqin ki, ona görə birinci əsər olaraq götürəcək. Bu da yanlış fikir olacaq. İskəndərmə poemasında Pələngər, Dara, Feyləqus zalım hökmdarlardır. Burada Feyləqusu yazmağı yanlış olacaq, ona görə bu da yanlışdır. Şair əsərlərinin hamısını farsça nəzmlə yazıb, bu düzdür. Lirikasında ifadə olunmuş başlıca məsələlər poemasında geniş bədəlini tapmış, bu düz fikirdir. Deməli, ikisi yuxarı, ikisi aşağı, ikisi yuxarı olmalıdır. Cavabımız A variantı. Ondan sonra Nizami Gəncəvin poemalarını birləşdirən cəhətlər sırasında verilə bilməz. Xalq və hökmdar məsələsi var. Şərəf siçkilərə nifrət var. Dövlətin ədalətlə idarə edilməsi var. Sənətkar, sənət və sənətkara məhəbbət hamısına yoxdur. Y variantı da var. Sillə Xəzinəsi poemasına daxil olan hekayələr sırasında verilə bilməz. Deməli, burada biri 1-dir, bir də 4-dür. Qalanlar hamısı hekayələr sırasında verilə bilər. Deyir ki, Sillə Xəzinəsi həm hekayələr, həm də məqalətlər olmaq yerinə 2 yerə bölünür. İndi bu hekayələrə aid olanlar bunlardır. 2, 3, məsələn, onlar aiddir, amma ki, 1 ilə 4 aid deyil. Nizami Gəncəvin həyat və yazıqlığı haqqında yanlış fikir. Deməli, Xacə Ömər onun talim tərbiyəsi ilə məşğul olmuşdu. Bu düz fikirdir. Şairin çoxlu deyil şeirləri olsa dövrümüzə çox az qismi gəlib çatmışdı. Bu da düz fikirdir. Mənbələr üzrə aparılan araşdırmalar şairin lirikasında əksini tapmış məsələlərin əhatəli açıqlaması imkan verir. Bu da düz fikirdir. Şairin lirikasına diqqəti ilk cəlb edən insana dərin məhəbbətdir. Bu da düzgün fikirdir və onun məhəbbət mövzusunda olan nə qədər əsərləri var. Əsərlərini farsca və ərəb dillərindən başqa dillərdə də yazmışdı. Ümumiyyətlə, ərəb dili yazması da səhvdir, başqa dili yazması da səhvdir. Ona görə ümumiyyətlə bu cavab səhvdir. Ona görə cavabımız Y variantı oldu. Deməli, Nizami Gəncəvi və Səddin Xəqani qətlən Təbriz aid xüsusiyyətləri müəyyən edin. Təhkiyə əsasında yazılmış əsərlər var. Təhkiyə əsasında olmaq üçün nə təhkiyə əsasında olur? Epik növ. Yəni, belə baxsaq, epik növdə olanlar deyir. Gəncəvinin epik növü var Nizami Gəncəvi. Səddin Xəqanində də deməli, təhkiyə əsasında yazılmış şeirləri Əsəddin Xəqani və Qətlən Təbrizdə onlarda epik növdə olan Qətlən Təbrizdə olmamalıdır epik növdə olan. Ona görə birinci variantı götürməyəcəyik. Fars dilində dövrümüzə gəlib çatmış divan müəlliflərdə elə bunların hamısı ilə fars dilində yazılmış divan müəllifləri gəlib çatıb. Daha çox qəsədə janrında yazdıqları şeirləri məlumdur. Qəsədə janrında Nizami Gəncəvin göstərici 6 qəsədəsi var da, daha çox qəsədə janrı deyə bilmərik. Bütün əsərlərini nəzmlə yazıblar. Bu da düzdür. Farsça yazılmış lüğətləri var. Belə bir şey yoxdur. Cavabımız 2-4. Ondan sonra baxaq 14-ə. Aşağıdakı verilənlər hansı əsər haqqında məlumat verilməyib? İctimai ədalət ideyası, insan həqiqətin ucalığı, sənətə hörmət əsərdə ön plana çəkir. Bu, Sirlər Xəzinəsidir. Ərəb əfsanəsində yazılıb 2 gəncin məhəbbəti, bu da Leyli Məcnun haqqındadır. Əsərin ictimai, siyasi, fəlsəfi etik düşüncələrindən bu əsərində yekun vurdu. Bu da İskəndərnamədir. Məhəbbətin insanı saflaşdıran, nəzibləşdirən hissdəki Xosrov və Şirindədir. Deməli, nə qaldı əlimizdə? 7 gözəl. Nizami Gəncəvin poemalarını xüsusiyyətli sırasında verilə bilməz. Bu 10-cu sualla biraz təkrar sual olub, eyni şeyə soruşur. Cavabımız elə C variantı olacaq. Yəni, eyni şeydir. 16-da deyir, Eylerven diaqramasında fərqləndirilmiş hissəyə yazıla bilər. Sirlər Xəzinəsi, Xosrov və Şirin. 20 məqalət və 20 hekayətdən ibarət olan Sirlər Xəzinəsidir. Fərqləndirilmiş hissədir, yəni ortaq xüsusiyyət seçməliyik biz. İlk ideal qadın obrazda hardaydı? Şirin idi. Nəzmlə ərəz vəznində yazılan bunların ikisi də. Deməli, bu da 3-ü buraya yazıq. Məhəbbətin təsiri bağışlayan xarakterindəki nöqsanlar izah olunur. Bu da ki, Xosrov və Şirinə aiddir. Humanist ideyaları öz əksini tapıb, 5 deyirə bütün. Burada da, məsələn, sadəcə bir variant dəyişiblər, o da bu olub. Humanist ideyaların ifadəsi deməli, bunların hamısında humanist ideyaların ifadəsi var. Cavab 3-5 olacaq. 17. Xosrov Şirin, Leyli Məcnun 7 gözəl. 188-ci deməli, ildə yazılıb deyir. Deməli, bunu qoyacaq Leyli və Məcnuna.
Ondan sonra ölkə necə ədalətli idarə olunmalıdır fikri 7 gözəldədir. İlk məhəbbətinə ömür boyu sadiq qalan ideal qadın obrazı deməli yaradılıb. Bu da Xosrov və Şirindədir. Obrazların dilindən hekayələr nəql olunur deyir. Bu da ki 7 gözəldədir. Bir-biri ilə bağlı olan 20 məqalət və 20 hekayətdən ibarət isə bu Sirli Xəzinəsina aiddir. Ona görə bunlar heç birini götürməyəcəyik. 18-də deyir, kərpic kəsən kişinin dastanı hekayəsində ifadə olunan fikirlərdən hansı cavan oğlana aid deyil. Heç kim səndən deyir bir qanı çörək əsirgəməz. Deyir, heç kim səndən deyir bir qanı çörək əsirgəməz. Deyir, niyə sən işləyib get, cəmaatdan istə verəcək. Bu var. Başqa sənətlə məşğul ol. Deyir, bu ağır işi neyinsən, sən deyir, qocaların işi eləyəcəyi işlər gör. Sudan palçıdan heç nə hasil olmaz. Bu da var. Cavanların işini cavana qaytar deyir. Bu iş cavanların işində cavana qaytar. Yorğanına görə ayağımda belə bir fikir yoxdur. 19. Yara bir uşağın dastanı hekayəsinə əsasən demək olar. İnsanın düşməni də ağıllı addım ata bilər. Bu fikir düz fikirdir. Ən yaxın dost hər zaman arxadır. Orada ən yaxın dost yox idi, axı onun heç dostu yox idi yaxşı. Ağıllı baş hər şeydən mənfəət götürür. Bunu da aid edə bilər. Dostlar gündə tanınır. Bunu da aid edə bilərik. Düşmən qarşıda da olsa 10 fil saymasan belə bir şey yoxdur. 1, 3, 4. A variant. Deməli. Hər kimdə varsa ağıllıq gövhəri o bazar, hər iş parlar, deməli onun gövhəri. Bu yaralı bir uşağın dastanına aiddir. Yaralı uşağın dastanı. Dünyada ağıl tək bir üstad varmı? O bir qul yanında şagird olarmı? Bu da gənclərə nəsihətdən verilib. Nümunənin aid olduğu janr yalnız nəzmlə yazıb. İkisi poem olduğuna görə, yəni deməli biri şeydir, mənzum hekayədir. Bu ikisinə də aid ola bilər, yəni mənzum hekayədir. Amma yəni nəsrlə olan variantda olduğuna görə yəqin ki, gənclərin nəsihətə aid olmalıydı. Bu fikir səhvdir. Nizami Gəncəvinin Sirli Xəzinəsi poemasındakı hekayələrdən biridir. Düzdür, yaralı uşağın dastanı ora aiddir. Qədim dövr Azərbaycan ədəbiyyatının məhsuludur. Bura yəqin ki, cavablarda deyəsən 3-ü vermişdilər. Amma belə məntiq cəhətdən fikirləşsək, qədim dövr Azərbaycan ədəbiyyatının məhsulu götürülə bilər, amma intibah dövrü də, yəni burada şagirdləri çaşdıra bilər qədim dövr Azərbaycan ədəbiyyatına aid düzgün fikirdən intibah dövrü götürməyi ortaq cəhət olaraq. Yəni üçü belə götürmək olar, amma yəni götürməmək də olar. Bu biraz müəmmalı sualdır. Nümunə dövrümüzə farsça gəlib çatıb deyir. Bu isə deməli ikisinə də aiddir. Nümunədə bədii təsvir vasitəsi işlənib sadəcə 5 qurdadır. Yəni burada cavabı 2-3 də götürsəz yəqin ki bir problem yaşamazsınız. 205 götürsəz də bir problem yaşamazsınız. Deməli. 21. Nizami Gəncəvi Sultan və Səncər Qarı mənzum hekayəsi ilə bağlı səhv fikri müəyyən edin. Sirli Xəzinəsindən poemasına aid olan hekayələrdən biridir. Bu fikir düzdür. Qarı Sultan Səncəri hindi quldur. Bu da düzdür. Keyfli bir dağa cinayətkar tapmaq əvəzinə qarını döyür, ondan cinayəti kimin törətdiyini soruşur. Bu da düzdür. Sonda Sultan etdiklərindən deyir peşman olur, amma belə bir fikir burada yoxdur. Qarıya görə şah rəiyyətin könlünü şad etməli, hər zaman onların yerinə məhkum olmalıdır ki, kəndli də, rəiyyət də onun sözünü eşitsin. Gəldi İskəndərnaməyə. Əsərində baş verən hadisələr xronoloji ardıcıllıqla düzün. Deməli, baxaq görək nələrdir. Qıntalın Bərdəyə hücum etməsi. Bu Nüşabənin bunların əlindən, rusların əlindən qurtarılması hissəsindədir. İskəndərin Dərbət qalasını ələ keçməsi. Bu İskəndərin Nüşabə ilə ilk dəfə Bərdədə görüşəndən sonra etdiyi hadisədir. İskəndərin yaxın və Orta Asiya ölkələrini gəzməsi bu İqbalnaməyə aid olan hissədədir. İskəndəriyyə şəhərin tikilməsi. Bu da ən başda olan bir şeydir, yəni İskəndəriyyə şəhərinin tikilməsi. İskəndərin zülmətə səfər etməsi. Bu isə Şərəfnamənin axırlarında idi, yəni deyir, zülmətə səfər edir, amma əli boş qayıdır. Deməli, baxırıq burada. İlk öncə qoyuruq İskəndəriyyə şəhərinin tikilməsi. 4-ü qoyduq.
Sonra İskəndərin Dərbənd qalasını ələ keçirmək. Nüşabə ilə görüşür, sonra Dərbənd qalasını ələ keçirir. Bu fikri qoymalıyıq. Ondan sonra gəlirlər ruslar Kıntalın Bərdə hücum etməsində Nüşabəni əsir alırlar. Sonra İskəndər gedir oradan Nüşabəni xilas edir. Bu sonra biri qoymalıyıq. Ondan sonra İskəndər zülmətə səfər etməsi şərəfnamənin axır hissələrindədir. Ona görə 5-i qoymalıyıq və İskəndərin yaxın və Orta Asiya ölkələrini gəzməsi də bu İqbalnamaya aid olan hissədədir. Ona görə 4, 2, 1, 5, 3. 22 də A variantı. Nizami Gəncəvinin İskəndərnamə əsərində verilmiş surətlərindən bir ədalətsizliyi ilə sizcə bu da dar olur. Sonra baxırıq. 24. Aşağıdakı atala sözlərində hansı Nizami Gəncəvinin Kərpic keçən kişinin dastanı mənzum hekayəsindən çıxan nəticəyə aid deyil. Deməli, zəhməti sevən deyir, işdən qorxmaz. Bu fikir var. Zəhmətdən qaçan əl açar, bu da var. Zəhmət çəkmən bal yeməz var. Zəhmət nəticə tərdiri var. Zəhmət bülbül çəkər, gülü qucarxar. Belə bir fikir. Yəni orada heç bir şeydə biz götürə bilmərik ki, belə bir fikir var. Ona görə E variantı. İskəndərməndə poeması Nüşabənin dilindən deyilib. Taxtında deyildi, sən otur namidar, bir taxta yaraşmaz, 2 tacıdar. Bu deyir, İskəndər gəlir Bərdəyə gələrkən deyir ki, keç otur da, deyir mənim taxtıma. 2 tacıdar deyir, bir taxta sığışmaz. Bunu Nüşabə deyir, ona görə biri götdük. Sərrafın gözündə toz atmaqdır. Bu İskəndərin yaqutu hər evdə dolu. Bunu İskəndər deyir, ona görə 2-ni götürməyəcək. Qəlbimi bu qədər aldatmaq nədən? Yalan atına gəlməyib çapmasın. Nüşabə deyir ki, sən niyə yalan deyirsən ki? Sən İskəndərsən də. Söydlük çölləri vermişdir zinət, ağbağı elə bir həqiqicənə. Bu da Nüşabənin dilinə verilən bir fikirdir. Pərəstiş edirəm sənə hər zaman ya ordu, ya burada bəndəyə inan. Bu da İskəndər axırda dediyi hissələrdən deyir, həmişə pərəstiş edirəm də, yəni deyir, dəymə mənə. Mən həmişə bəndə olacam. 3-5. Klaster tamamlaya bilməz. İskəndərmə poemasında İskəndər mükəmməl təlim-tərbiyə alıb düzdür, 20 yaşında taxta taza sahib olur. Bunlar düzdür. Deməli, biz burada səhv fikirlər seçməliyik. Aya bastığı hər yerdə, hər ölkədə ədalətin bərqərar olmasına çalışır. Bu fikir düzdür. 27 yaşında peyğəmbərlik alıb dünyanı dolaşır. Bu da düzdür. Ədalətli rəftarı xeyirxahlığı ilə şöhrət qazanır. Düzdür. Elçi libasının Nüşabənin sarayına gəlir və bu fikir də düzdür. Şair İskəndər sevir, əməllərini qarşılayır, dövrün şahlarına ibrət üçün qüsursuz bir obraz yaradır. Amma burada bir qüsursuz obraz yox, qüsurlu obraz yaradır. Onun içində olan qüsurları da göstərir. Hansı ki, alimləri falan təbkikləyirdi. O fikir yerdə qüsurlu olduğu görsənilir. Nizami Gəncəvinin İskəndər poeması haqqında səhv fikir. Atası kimi İskəndər də daraya sona kimi bac verməklə haqqan tökməni əhəmiyyətsiz olduğunu bildirir. Sona kimi bac vermir ona. Sona kimi bac vermir. Müharibə aparır və müharibə nəticəsində ona vergi falan vermir. Ona 900 min qoşunu olur daranın. Bunun da 600 min. İkisi bir-birdə müharibə aparır və nəticədə İskəndər qalib gəlir, ona bac vermir. A variantıdır səhv. Döyüş səhnələrinin canlı real təsviri, ədəbi qəhrəmanlarının fərdi xüsusiyyətlərini təqdim əsərin maraqlı oxuması səbəb olur. Düzdür. İskəndər Nüşabənin ağlı, fərasəti qarşısında aciz qalır. Düzdür. Zalım hökmdar olan pələngər İskəndər 50 ilə cəzalandırır. Bu da düzdür. Poemada həyat əsası geniş və inkişafda verilib, böyük bir zamanda əhatə edir. Elə mənzum roman deyirlər ona görə də. Bunların hamısı düzgün fikirlərdir. Keçək 28-ə. Nümunə haqqında yanlış fikir, bu tam yaxşı düşməyib deyir. Gəlin deyir, onu quyunun lap dibində gizlədək, ta ki bir gündüz kimi olmasın aşkar bu sir. Atasından xəcalət çəkmək yaxşı deyildir. A variantı deyir ki, təklif verən uşağın düşmənidir. Bu fikir səhvdir. Bu yaralı bir uşağın dastanına verilib və bunu onun dırnaqarası dostları deyir. Uşağın düşməni demir. Nümunə əruz vəzinə yazıb düzdür. Nümunənin şairin iş poemasına aiddir, yəni Silə xəzinəsi, bu da düzdür. Nümunədə bəzi təsvir vasitəsindən təşbih etdən istifadə olunur, belə deyir, bu gündüz kimi. Məsələ şəklində də inversiya işlənir, belə deyir, ta ki gündüz kimi olmasın aşkar büsür, olmasın aşkar, aşkar olmasın yazılmalıdır. Buna düz variantlardır. A variantı səhvdir. 29. Aşağıdakı fikirlərdən hansı İskəndər məsələsində İskəndər surətinə aid deyil? Hinddən başlayaraq Yunana qədər hər yerdə tikdirdi böyük şəhərlər. Bu düzdür. Ömründən keçirkən tam 20 il şahlığa ucadan vurdurdu təbii. 20 yaşında şahlığa çatır. Dərbəndi deyirlər hökmdar qurdu. Əqli ilə o şəhərə böyük səd vurdu. Bu da düzdür. Hansı bir dövlətə verdi? Nəhayət Kiyan ədətinə göstərdi hörmət. Bu da düzdür.
ədalət o qədər yaxınmış ona. İminli bu fikir qurdları bağlarmış qoyun buduna. İminli bu fikir Feyləqusa aid fikirdir. Bu fikir Feyləqusa aid fikirdir. Ona görə də bu cavabımız Y variantı olacaq. Deməli, ondan sonra hansı surət haqqında məlumat verilmir? Qanunlar qoyardı yeni və parlaq ulu babası idi İsa ibn İshaq. Bu fikir Feyləqusa aid fikirdir. C-ni bura sildi. Şuriləri köhnə dünyadan taxt-tac aldı. Deməli, qoca Daradan. Bu da İskəndərə aid fikirdir. Bunu da qoyduq bura. Vardır qapısında çox xidmətçilər özünün işinin qeydini çəkər. Bu da Nüşabəyə aid fikirdir. Yenə də qoyduq bura. Zalımlığın bəllidir, işin peşən talandır. Sən ki hindi qudursan, türk olmağın yalandır. Bu da Sultan Səncərə aiddir, qarın dilindən verirdi. Burada deməli Daraya aid fikir yoxdur. 31. İskəndərdən məncə paymasına əsasən yanlış fikir müəyyənə səbəb və nəticə. İskəndər Nüşabə ilə qarşılaşır. Onun ağlı fərasəti qarşısında acizi qalır. Bu düzdür. Dara həsətindən Feyləqusa rəqib çıxır. Feyləqus xərc ödəyərək nahaq qandan qaçır. Düzdür. Nüşabə İskəndərlə peyman bağlı, İskəndər onun mülkünə ziyan vurur. Bu da düzdür. Pələngəri öz zalımlığı ilə ot qoyur, İskəndər öz əli ilə onu cəzalandırır. Bu da düzdür. Dara İskəndərdən çəkinərək xəracı çoxalır. İskəndər atasının yoluna sadiq qalıb, xəracı verməkdə davam edir. Xəracı verməkdə davam eləmir, o müharibə var və artıq xərac vermir. Deməli, orada cavab da Y variantı olacaq. Ondan sonra baxırıq. 32. İskəndərin boş qalan pilləsindən sürətlə adlı yazılmalıdır. İkiz qorxmaz, cəsur, avad edici, zülmdən qurtarır, şöhrət qazanır, dərin elmə, biliyə yiyələnir, hökmdardır. İndi biz bunu nətər yazırıq? Sinkvenlə çox vaxt belə olur. Birinci bir dənə isim olur. Ondan sonra onunla bağlı deməli 2 feil, ondan sonra 3 dənə sifət, ondan sonra da 3 sifət, sonra 4 deməli sözdən ibarət cümlə. Belə bir şey olmalıdır. Burada biraz nəsə qarşı yazdı. Baxın ki, bunlar da deyir ki, bunların aid olduğu fikir hansına aiddir? Bu da ki, İskəndərə aid olan fikirdir yəni burada. Deməli, Nizami Gəncəvi Kəlamələr səndə Nüşabə surətinə aiddir. Nə gündüz əl çəkir, can bəsləməkdir, nə də gecə Tanrıya. Deməli, xidmət səcdə etməkdən, səcdə etməkdən. Bu fikir Nüşabə aid olan fikirdir. Önündə millətcə gözəl qız varmış, xidmətdə ay kimi kəmər bağlamış. Bu da düzdür. Qadınla şardı onun hər şey tapşırıq almazmış ondan bir kişi. Bu da Nüşabəyə aiddir. Çox binə saldırmış bunlardan başqa onları saymaqla çatmaz ki, başa bunlar deyil. Dağları, çölləri tapdı, minçarı ölmüşsə, bu da İskəndərə aid olan xüsusiyyətdir. Ona görə, yəni burada 1, 2, 3 olacaq variant. Nüşabəyə aid olan fikir. 34. İlərvi diaqramının əsasında heç bir xanaya yazıla bilməz. Sultan Səncər və Feyləqus haqqında. Nizami Gəncəvinin vahid süjet xəttinə malik olmayan paymasının qəhrəmanıdır. Bu Sultan Səncər ədalət və xeyirxahlığı ilə seçilir. Bu Feyləqus hökmdar obrazlı. İkisi də ədalətsiz obrazlı, yersiz olaraq bir qarını cəzalandırır. Ədalətsiz obrazlı, yəni bu əslində biraz Sultan Səncərə işarə aparır, amma ki, səhvdir. Çünki yersiz olaraq bir qarını cəzalandırır. O cəzalandırmır. Darğa gedir onu özü edir. Yəni bunun heç bir xəbəri yoxdur onun. Yüksək elm sahibidir, tək Allahlığı yağır. Yüksək elm sahibidən Feyləqusa qoyarıq, amma tək Allahlığı yağırmaq İskəndərə aid olan fikir. Onun gözəlimiz 4-5 heç bir hansı yazıla bilməz bu fikirlər. Çox danışdın, qalx yetər bu şairlik ilhamı qana dönmüş qəlbinə qan qoymuşdur Nizami. Deməli, bu Sultan Səncər və qarıya aid olan fikirdir. Fələyin çoxuna göz yuman gündən bəri Nizaminin işləri keçibdir fələkləri. Bu da yaralı bir uşağın dastanına aid olmalıdır. Doğru yazılıb bəzən yalan yaxşıdır yalına bənzər doğrudan. Bu da Nüşabənin dilindən verən İskəndərnamədə olan bir fikirdir. Ondan sonra İskəndərnamə əsasında yanlış fikri müəyyən elə. Deməli, burada Nizami deyir, öz qəhrəman İskəndər sevir, əməllərini alqışlayır. Nəticədə qüsursuz, yenə qüsursuz fikir deyir. Ona görə bu fikir elə səhv olacaq. Digərləri də düzdür. Özünüz baxarsınız. İskəndərnamə əsərindən götürmüş aşağıdakı nümunələrdən hansı Nüşabənin dilindən verilməyib? Düşünmə hörmətin çoxdur. Bunu bil. Bu ev öz evindir, başqa yer deyil.
Bu Nüşabə İskəndərə deyir görüş məsələsində: "Ey oğlu böyük tacir, zəmanə başları çox oynatsır." Bunu da deyir: "Pərəstiş edirəm sənə, hər zaman ya orada, ya burada, bəndəyəm, inan." Bunu da deyir. Göndərdi padşahın adına layiq hər çeşid yararlı, ləzzətli yeməklər. Burada bunu Nüşabənin dilindən vermir. Nüşabənin əməlidir. Amma ki, bunu Nüşabə demir. Bunu sadəcə üçüncü şəxs dilindən nəql edən deyir. Cavab D variantı. İndi ki, yeməyə yaramaz bu daş. Dünyada onlarla ucalarmı baş? Bu deyir, gəlir bir dənə də daş qoyur. Sonra qayıdıb İskəndər deyir ki, bunlarla deyir, yaramırsa sən niyə bütün dünyanı deyir bunu əldə etmək üçün gəlib hər yeri fəth eləyirsən? Y variantı da düzdür. 38. Çox maraqlı bir sual idi. İskəndər məsələsi haqqında yanlış fikir istəyir. İskəndər Pələngər Sultan Səncərli. Y variantından başlayaq. İndi mən sizə niyə olduğunu deyəcəm. Nüşabə cəsarətlidir, xarakteri. Fakt olaraq da deyir ki, İskəndərdən deyir, çəkinmədən nəyə qadir olduğunu gör. Bu düz fikirdir də. O cəsarətli idi, İskəndər elə deyirdi. Nə oldu deyirdi. Çəkinmirdi. Feyləqus tədbirlidir. Xarakterindən xüsusiyyət öz ölkəsi zülmü ortadan qaldırıb. Bu da düzdür. Deyir, öz ölkəsində deyir, zülmü ortadan qaldırıb, darada buna nə edirdi? Həsəd aparırdı. C-də deyir, Sultan Səncər zalim və qəddardır, zülm və ədalətsizə göz yumur. Bu da düzdür. Pələngər amansızdır. Qonşu dövlətləri işğal edir, var dövlətləri talayır. Bu da düzdür. Deyir, indi İskəndər xarakteri elmli, filosof. Elmli yaxşı xarakter olaraq götürdü. Əslində belə götürmək olar, belə götürməmək də olar, amma indi fikirləşsək belə filosof olmağı onun xarakterinə aid olan xüsusiyyət deyil. Yəni filosof olması onun xarakterindən bağlı bir xüsusiyyət deyil. Ona görə yanlış fikirdir və ümumiyyətlə bunları görməsəz belə deyir, ayaq basdığı hər yerdə yaxşılığın bərqərar olmasına çalışır. Bunun yaxşılığın bərqərar olmasına çalışmağı, elmli olmağına, yoxsa filosof olmağına dair bir xüsusiyyət, yəni onları sübut edən bir xüsusiyyət deyil. Ümumiyyətlə xarakter olmağı, filosof olmaq xarakter deyil. Amma fakt da xarakterlə uyğunlaşmır. Ona görə cavabımız A variantı olacaq. Maraqlı sual idi. 39. İskəndər məsələsində İskəndərin Nüşabə ilə görüşmə məsələsinə aid yanlış fikir. İskəndər Nüşabəyə əməlləri ya dediklərinin uyğun olmadığını deyərək qüsur tutur. Düzdür, deyir ki, sən deyir, əgər daşqaşdan belə danışırsan, mənə deyirsən ki, daşqaş eləmə, sən özün elə daşqaşdan birinci əl çək. Nüşabə ilə görüşdə özünü ələ verməmək üçün İskəndər uğurlu təzadlardan istifadə edir. Deyir ki, İskəndər dənizdir, mən çayam. Bu fikirdə də təzaddan var. Nüşabə bir taxta yaramaz iki hadisə deməklə öz yerini İskəndərə verir. Bu da düzdür. İskəndərin xanımlar xanımı sadətlə və qüvvətli erkəkdən ucalar adını deyə məhd etdiyi tük gözəli ona dərs verir. Bu da düzdür. Nüşabə sərrafın gözünə tuz atmaqdır. Yəni İskəndər xanımlar xanımı deyə sadə dilbər qüvvətli erkəkdən ucadır adını. Yəni belə ona müraciətlər var yəni. Nüşabə sərrafın gözünə tuz atmaqdır bu. İskəndər yaqutu hər evdə dolu. Deməklə cahan hökmdarlarına qüsur tutuyor. Bunu Nüşabə demir. Bunu İskəndər deyir. Çaşdırıcı sualdır deyir. İskəndər yaqutu hər evdə dolu. Bunu İskəndər deyir. Ona görə cavabımız Y variantı. Sultan Səncərlə bağlı doğru fikir. Qarı hekayənin birinci hissəsində iddiamçı kimi çıxış edərək hökmdara təkinmədən iddiamçı yox şikayətçi olur. A variantı səhvdir. Sultan Səncər qarının evini zülmünün möhrünü vurur. Sultan Səncər vurmur. Darğa vurur. Ona görə də bu da səhv fikir olacaq. Qarı darğada nə ədalət, nə də mərhəmət, nə ədalət, nə mərhəmət gördüyü bu Sultan Səncərlə bağlıdır. Darğada deyil. Darğa ilə bağlı deyil. Cəmaatın başına gələnlər əkinçisi xırmalı, dənsiz qalması müəllifin dilindən təhkir olunur. Müəllifin dilindən yox, qarının dilindən verilir. Y variantında deyir, qarı hökmdarın işi peşəsinin talan olmasını, onun əli ilə şəhərlinin evinin dağıdılmasını çəkinmədən deyir. Bu da düz fikirdir. Deyir, ondan qorxmadan deyir, hökmdardır, nəticədə qalmalı. Amma bu deyir, çəkinmir, ona deyir hər şeyi. Yaralı uşağın dastanı səndə ifadə olunmuş fikirlərə ziddiyyət təşkil edir. Burada da elə o birisi fikirlərə ziddiyyət təşkil etmir, amma burada dost min isə azdır. Bu demək istəyir ki,
dost minsə azdır, düşmən 1 isə çoxdur. Ziddiyyət təşkil eləyir. Çünki orada fikir olaraq götürmək olur ki, dost 1000 isə çoxdur. Orada elə götürmək olur. Çünki orada dostları çox idi. Amma düşməni deməli az idi. Amma azdakı düşməni bir dənə idi, amma dostu biraz bu tam ziddiyyət, yəni tam yerinə oturmur da. Dost 1000 isə azdır deyir, amma orada dost 1000 isə azdır demək fikri, yəni get çoxlu dostluq et mənasına gəldiyi üçün bu da çoxlu dost etmək olmur da. Yəni o fikir üstə düşmür. Onun da çox dostu var idi. Nə olsun, heç bir ona kömək eləmədi. Amma deyir düşmən 1 isə çoxdur. Düşmən 1 isə çoxdur fikirdə bu, yəni tam yerinə uyuşmur da. Yəni əsas olaraq birinci hissə olaraq götürmək lazımdır. Dostun deyir 1000 isə azdır. Yəni deyir çoxlu get dost elə, amma o da çoxlu dost olmağın da bir faydasını görmürük. 42-də deyir ki, Sultan Səncər və Qara əsərində hansı müdriki söz qarının fikirləri ilə səsləşmir? Hakim canidirsə, vay o dövlətin halına. Bu fikir səsləşir. Bu gün işini sabaha qoymaq olmaz. Bu da var. Dövlət adamın ürəyi başında olmalıdır. Bu da var. Dövlət iki şeydən sarsına bilər. Günahkar cəzası qalınır, günahsız cəza veriləndə. Bu da olar. Dövlətlər və insanlar kimidir? Çünki onlar da insan xarakterindən yaranır. Necə? Dövlətlər də insanlar kimidir? Çünki onlar da insan xarakterlərindən yaranırlar. Bu belə bir fikir. Yox, belə bir fikir məncə qarının fikirləri ilə səsləşmir deyir. Bu fikirdə yəqin ki, elə ya variant olacaq. Dövlətlər də insanlar kimidir? Çünki onlar da insan xarakterindən deyir. Elə bir şey, yəni bir şey yoxdur da elə, yəni. Yox, Y variantı heç vaxt yəni uyğunlaşmayacaq ondan. Sonra keçək burada. Deməli, bu nədir? Burada şəkillər pis düşüb. Ona görə mən ayrıca PDF-i bura şəklində bura qoymuşam. Buradan baxsaq yaxşı olar. Neçənci sualda qalmışdıq biz? Deməli. 43-də doğru fikir və yanlış fikir yaralı uşağın dastanı. Dostları yaralı uşağı yıxdıqları üçün onu quyunun dibində gizlətmək. Dostları yaralı uşağı yıxmırlar. O özü düşüb, öz ayağını sındırır. Bir səhvdir. Dostunu göstər sənin kim olduğunu demətar sözü məzmununa səsləşir. Dostunu göstər, yəni bu fikir səhvdir. Onun dostu heç bir yəni şey yox idi da. Hamısı pis dostlar idi. Yəni onu belə fikir demək səhvdir. Yaralı uşağın atası uşağı çarə edir. Düzdür, gəlir deyir, aparır, çarə edir ona. 3 var. Əsərin sonunda şair özünə müraciət edir, işləyən fərqləri keçirir. Şair özünə müraciət etmir, sadəcə adını çəkir. Yaralı uşağın atası uşaqları yalan danışıqlar üçün danlanmır. Bu fikirdə düzdür. Yəni orada cəza verməsi, danlaması falan heç bir şey hissə yoxdur. Ona görə səhvdir, cavabımız 3-4. Deməli, doğru fikir. Sultan Səncər və Qarı sərxoş darğa Qaranın evinə möhür vurur, cinayətkar tapmaq əvəzinə şübhələndiyi Qardan cinayətin kimin törətdiyini soruşur. Burada şübhələndiyi yeri var. Bu şübhələndiyi səhvdir, ondan şübhələnmir. Sadəcə elə keyfli idi, gedir istədiyinə belə hərəkətlər edir. Qara hekayənin əvvəlində Sultan Səncər ittiham edir, olanlardan onu günahkar bilir. İttihamçı kimi yox, şikayətçi kimi birinci olduğuna görə ittiham edir fikri səhv olacaq və qabağında da səhv verdiyinə görə 2-ni götürəcəyik. Qarı şaha bu gün işini savabı qoymamağı, insanların qeydinə qalmağı tövsiyə edir. Bu fikir düzdür, elə 3 də burada düzdür. Şahın əmrini yerinə yetirən darğa şahın ədlini, qarının ismətini yerə salır. Şahın əmrini yerinə yetirən deyir. Şahın əmrini yerinə yetirən fikir səhvdir. Çünki o şah ona heç bir fikir deməmişdir. O sadəcə keyfli olduğuna görə, yəni başına əsdiyinə görə elə ki, özü üçün hərəkətlər edir və qabağında da yanlış yazdı. Bu fikir ona görə düzdür. Zülmə məruz qalan obraz əsərdə şikayətli, ittihamçı və məsləhət verən obraz kimi təsvir olunub deyir. Bu fikirdə doğru fikirdir. Amma qabağında yanlış yazılan görə götürməyəcəyimiz variant. Yolda darğa mənə rast gəldi dünən. Elə darğa görəndə nə yadımıza düşür? Sultan Səncər və Qarı. Cədvələ əsasən uyğunsuzluğu müəyyən edin. Rəiyyətə hər zaman kömək etməli padşah.
Deməli, qarının fikri və nə deyir? Digər əsərlərdə bu fikrə uyğun gələn obraz. Mirzə Fətəli Axundzadə deyir, aldanmış Şəvakifdə Yusif Şah. Yusif Şah da rəiyyətə kömək eləyirdi. O deyir, o az vaxt da hakimiyyətdə qaldı, amma o çox kömək eləyirdi. Yadıma düşdüysə deyəcəm, o su gətirmişdi deyəsən də su yeri var idi. Elm təbliğ eləyirdi. Yolları nizama salırdı və bunun kimi köməklər eləyirdi. A variantı səhvdir. Padşah öz ölkəsini göstərmək istəsə, deməli abad etsin rəiyyətini gərək məsud, gərək şad. İskəndər öz ölkəsinə qəşəng kömək eləyirdi. Həm də rəiyyətinin qayğısına qalırdı da fikir üzrə. Ah səndə nə ədalətlə mərhəmət görürəm, mən səndə sonsuz zülm və əziyyət görürəm. Bu da Pələngər obrazına aid düzgün fikirdir. Hansı ki, o zəncilərin başçısı olan Pələngər gəlib qonşu ölkələri talan elirdi falan, o zülmdə ədalətsiz yox, zülm və əziyyət görürəm deyir. Bu fikrə düzdür. Deyir, bir hünər deyil almaq yetimlərin malını, buna mərdlik deyilməz, düşün işin dalını. Yetimlərin malını, Yetim İbrahim nağılında deyir, padşah var idi. Buradakı padşah nə edir? Onun deyir, quşu var idi, onun quşunu götürürdü. Ondan sonra gəlirdi, deyirdi, mən başqa bir, onun deyir, o birisi tay da var, ya bunda dişisi idi, erkəğini tapmalıydı, ya da erkəyi dişisini tapmalıydı. Nəsə belə bir yeri var, o yerdə var. Həm də gəlib onun quşunu da onun əlindən alması, həm də İbrahimin cəhətdən atası yox idi deyə, həm də Yetim İbrahim deyirlər ona. Yetimlərin malını alması ilə buradan gəlir. Yedə deyir ki, işlərin aləmi alt-üst eyləsən sən, söylə bir özlüyündə nə hünər göstərmisən. Feylə qusa deyir, aləmi üst eyləmisən, nə hünər göstərmisən. O bu feylə qus ədalətli hökmdar orada zülmün qarşısını kəsib, buna niyə belə bir fikir desin ki, cavabımız E variantıdır. Deməli, burada da deyir, qarı şikayətçidir. Qiyamçıdır, məsləhət verəndir. Mən günahsız qarının saçlarına atdı əl, üst-üstə sürüdü, üst-üstə sürdü, evdən çölə əlbəl. Bu şikayət hissəsinə aiddir. Zalımlığın bəllidir, işin peşən talandır, sən kündü quldusan, tuş olmağın yalandır. Burada da ittiham eləyir o. Çəkin çarəsizlərin dağıtma var yoxunu, bəlkə o qəmlilərin yeməyəsən oxunu. Burada deyir ki, bəlkə deyir, yeməyəsən o qəmlilərin yeməyəsən oxunu. Yəni deyir, eləmə də, məsləhət verir ki, bunu eləmə. Ceynə qoyuruq məsləhət verənə. Bir keflə darğa gəlib evində məni söydü, salıb təpik altına doyunca döydü. Bu da şikayət edir. Ən başda hissəsilərindən də bu. Y variantında deyir ki, fələklərin bəndini aşar o, ancaq o qoçaq ki, başa basa bilsin onun başına bir gün ayaq. Bu yaralı uşağın dastanındadır, ona görə Y variantını heç bir şeyə yazmayacaq. Eylervin diaqramında sən doğru cavab müəyyən. Nizami Gəncəvdə Sultan Səncər və Qaram, Nizami Gəncəvdə İskəndərnamə. Əsərdə zalım və qəddar hökmdar obrazı əməllərini açıb göstərməklə Nizami dövrünün hökmdarlarına dərs vermək istəyirdi. Bu fikir ikisinə də aid fikirdir, ona görə biri götürməyəcək. Əsərin əvvəlində qəhrəman ancaq öz dərdlərindən danışır, şikayətçi obraz kimi təsvir olunur. Sadəcə öz dərdlərindən danışmır. Kəndlərin o buğda, arpa məsələsi falan da, yetimlərdən falan da şikayət yeri var. Məsləhət şəklində yazılan əsərin vahid süjet xətti var. Bu ikisinə də aid düzgün fikirdir. Yəni, burada biz nəyə fikir verməliyik ki, Sultan Səncər və Qarı nə haqqındaydı? Silə xəzinəsi idi, amma silə xəzinə özünün müstəqil süjet xətti yoxdur. Amma Sultan Səncər və Qarının iminli həmin o hekayətin özünün süjet xətti var. Əsərdə qızıl var dövlət üçün haqqan yerə tökmək üçün kömək kimi mənfi cəllər tənqid olunur. Əsərdə qızıl var dövlət üçün nahaq yerə qan tökmək kimi mənfi cəhətlər. Deməli, bu fikir harda var? İskəndərnamədə. İskəndərnamədə Nüşabə deyir ki, buna niyə nahaq qan tökürsən deyir, qızıl üçün var dövlət üçün. Yəni İskəndərə məsləhət hissəsində bu yer deyir. Əsərdə qadın obrazı cəsarətli qorxmazdır, öz fikirlərini çəkinmədən hökmdara deyir. Qadın obrazı həm orada var Nüşabədə, həm də burada var Qarıda. Ona görə bu fikir 5 fikir ikisinə də aid olmalı. Cavabımız 3 və 4 olacaq.
Deməli, Nizami Gəncəvidə İskəndərlə məsələnin məzmunu ilə bağlı oxuş. Bax, burada fikir verin, məzmunu ilə bağlı deyir. Avtomatik 2-ni çıxacaq, 3-ü də çıxacaq. Cavabımız 1, 4, 5 qarşında baxaq. Nüşabənin fərasəti qarşısında acı qalan İskəndər qorxudan saman kimi saralır. Bu fikirdə nə harda var? Nüşabə onunla danışanda görür ki, bu belədir. Nüşabə belə bir insanda bu birdən-birə saman kimi saralır. Çünki onun kim olduğunu tanıyır axı. İskəndər qorxur. Yəni orada testlərdə çalır ki, İskəndər qorxmur, amma İskəndər qorxma hissəsi də var. Bir düz fikirdir. 4-ə baxaq. İskəndərin uşaqlığı qeyri-adi olub, doğulmadan öncə millətçilər onun parlaq gələcəyi haqqında məlumat veriblər. Bu hissə var. Nüşabə öz taxtını İskəndərə işarə edib. Bu taxta onun layiq olduğunu vurğulayır. Bu da düz fikirdir. Deyir ki, yəni gəl mənim taxtımda otur da deyir. 2 tacda deyir, bir taxtda diz sıxışmaz, sən gəl otur. Bir tülkü aslandan gətirməz xəbər. Nitqində nümunədə verilmiş obrazın əməli ilə bağlı doğru fikirlər. Bu fikri deyən İskəndər olur ki, deyir, bir tülkü aslandan xəbər gətirməz. Bu necə baş verir? Deməli, Nüşabə buna deyir ki, sən deyir, elçi şeyində deyilsən də. Yəni özündən çox razısan belə. Bu fikri deyəndə İskəndər də buna qayıdıb deyir ki, yəni mən deyir, əgər İskəndərdən gəlirəmsə, gərək elə olum da deyir. Çünki tülkü aslandan xəbər gətirməz ki, gərək aslandan xəbər gətirsin. Yəni mən də deyir, aslan kimi olmalıyam. Bərdə hökmdarda bu Nüşabədir. Loğva deyil, bu İskəndərə aid xüsusiyyətdir. İskəndərə taxtında əyləşməni təklif edib, bu Nüşabədir. Pələngəri məğlub eləyən İskəndərdir. Hinddən Yunana qədər böyük şəhərlər tikdirən də İskəndərdir. İskəndərlə peyman bağlayan Nüşabədir. Deməli, cavabımız 2, 4, 5 olacaq. 51. İskəndərnamə əsəri ilə bağlı doğru cavabı müəyyən elə. Qılıncdan kəskindir gözəl məsləhət fikrini müəllif İskəndər şahı öyərək dövlət və hünər sahibi kimi dəyərləndirir. Bu düz fikirdir. Deyir, bunun şey olmalıdır. Şey yerində olmalıdır. Bu kimiydi o? Niqumaş deyir buna. Qılıncdan kəskindir gözəl məsləhət. Deyir, oğlumu da yanına al, Ərəstunu da yanına al. O da deyir, sən məsləhət verəcək. O deyir, qılıncdan kəskindir gözəl məsləhət. Bir düz, İskəndər taxta çıxartan kimi ədalət üçün yeni qanunları imza atdı. Hamıya yaxşılıq etdi. Taxta çıxan kimi ədalət üçün yeni qanunları imza atır. Hamıya yaxşılıq etdi kimi. Heç kimi hamıya yaxşılıq edib, heç kimi incə təməl olar, amma üçün yeni qanunları imza atmaq fikir biraz səhvdir. Çünki deyir, əvvəlki adət-ənənələri saxlayır. Ona görə iki səhvdir. İskəndər ağıllı və o tədbirli hökmdar obraz olduğu üçün zəncilərin hədsiz qoşundan qorxmadı. Belə bir fikir yoxdur. Şeyin içində də deyir ki, əsərin içində qoşundan qorxmadı yox. Deyir, baxır. Zəncilərdən hətta qorxur. Çünki onların qoşunu hədsizdir axı. Amma Ərəstun gəlir ki, deyir ki ona, qorxma deyir, şansını sına. Get onların üstünə. Ona görə gəlib onlarla vuruşub qalib gəlir. Ona görə 3-də. Səhvdir. İskəndər kəyan adətlərinə sadiq olduğunu tərəddüd etmədən insanları daranın zülmündən xilas etmək qərarına gəlir. Burada deyir, tərəddüd etmədən. Deməli, tərəddüd eləyir o. Deyir ki, mən istəmirəm, deyir, dara düşsün də taxt tacından. Deyir, mən ona ürəyim yanır, deyir. Amma deyir, görür, bu dara tam müharibə eləyir. Bu da deyir ki, yaxşı, sən yüksənsə müharibə eləyək. Ona görə 4-cü fikir səhv olacaq. Cavabımız 3-4. Venn diaqramına əsasən doğru cavabı. İskəndər və Yusif Şah haqqında. Dövrü üçün fərqli düşüncəyə sahib olan şah yaxşı təlim almış. Ədalətli biri idi. Bu həm Yusif Şah üçün, həm də İskəndər üçün uyğun xüsusiyyətdir. Ona görə biri çıxırıq. Deməli, zalm hökmdarına qarşı amansız olsa da yerli sakinlərə qarşı çox rəhimli idi. Bu İskəndərə aid xüsusiyyətdir. Zalim hökmdar falan Yusif Şahda hardadır biz heç görmürük. Ədalətli qərar verməyi bacarır. Müəllifin rəğbət bəslədiyi obrazdır. Bu da ikisinə aid xüsusiyyətdir. İslahatlar keçir, vergilərin bir qismini ləğv edir. Bir qismini ləğv edən həm Yusif Şah olur, həm də ki İskəndər. İskəndər də deyir, xəracı falan ləğv edir, bac almır.
Yəni belə bir fikirlər də var İskəndərdən namədə. Ona görə bu fikir ikinci olmalı. Ancaq hal-hazırda sarayda yüksək vəzifədə işləyən saray xadimləri əks etdirir. Ancaq hal-hazırda sarayda yüksək vəzifədə işləyən saray xadimləri yox, başqa olan insanlar da kənarlaşdırır. Tam düzəliş etmək üçün. Ona görə 5 də mümkün variant deyil. Cavabımız A variantı. Gəldi indi yenə ardıcıllığa. Nə deyir? Hasarsız divarsız bağlar da hər yan bol-bol sürü vardı, yoxdur bir çoban. Bu fikir İqbalnamədə var və burada xoşbəxtlər ölkəsinə gedir, həmin yerdədir. Yola rəvan oldu, Çini tərk etdi, qoşun səhraya doğru yönəltdi. Bu fikirdə şimala doğru İskəndər yadusların üstünə gedən hissədə olmalıdır. 2. Beytəl müqəddəsi nizama Salisota məğribə tərəf yol aldı. Bu fikirdə başlarda, yəni İqbalnamənin başlarında olan hissədədir. Beytəl müqəddəsdə deyir, yəni Qüdsdə bir dənə hökmdar var imiş, o da çox zalım imiş. Ona görə də götürür, onu neynir? Dar ağacından astırır. Ondan sonra getmədən tərk etdi təxti oğluna, tapşırdı anasına göz olsun ona. Bu da şərəfnamə hissəsi ilə İqbalnamə hissəsinin əslində ortasında bir yer kimi götürülə bilər. Belə götürsək ki, o nə vaxt ki peyğəmbərliyə yetişir, çıxıb gedir, həmin vaxtı tapşırır. Gəmim dar girdaba düşdü, dostlar, ölüm ağzı açıq nəhəng tək durar. Bu da onun dostları ilə danışıq hissəsində danışır. Yəni deyir ki, mən ölüm deyir, gəlib də mən hiss edirəm. O yerlər, yəni dostu ilə danışdığı hissələrdədir. Deməli, ardıcıllıq nə tür olmalıdır? Birinci, İqbalnamənin baş hissələrində olan, ya da şərəfnamənin sonla İqbalnamənin ortasında deyə bilərsiniz. 4-ü qoymalıyıq. Ondan sonra gedir bu Beytəl müqəddəsə. Ondan sonra 6 ay, ondan 6 ay deyir keçir. Yəni 6 ay deyir məğribə yol alır. Ondan sonra demək gəlir Çini tərk etdi. Şimala yollandı. Bu fikir gəlir sonra gəlir hasarsız divarsız bağlardır. Hər yan bol sürü vardı, yoxdur bıçaq. Bu da xoşbəxtlər ölkəsi. Bu da gəmim dar girdaba düşdü. O da dostlarla danışıq hissəsi, yəni ölüm hissəsinə tərəf olan hissədədir. Cavabımız olur A variantı. Ondan sonra keçirik deməli opsi PDF-ə. Opsi PDF-də adı qalmışıq 54-də. Gələk. 54. İskəndərnamə əsasında məlumat verilmiş fikirlərdən biri doğru və yanlış olma baxımından digərlərindən fərqlənir. Daranın yaxınlarının orduların cəm olub bir istiqamətə İskəndərə doğru yürüş etməsi fikrini Dara əməl edir. Bu fikir düzdür. Amma qabağından yanlış yazıb deyə bu fikir, yəni bu hələ saxlayaq çünki bilmirik. Daranın 2 sərkərdəsi Daranı öldürdükdən sonra bunu İskəndərə bildirdi və ondan qarşılıq olaraq xəzinə istəyir. Öldürəndən sonra öldürməmişdən qabaq gəldilər yanına. Ona görə bu fikir də səhvdir. 7 ölkənin hökmdarı olan İskəndər ətrafına elmli insanları yığır. Onlardan məsləhət alır, ən böyük rütbənin alimlik olduğunu bilir. Bu da düz fikirdir, amma qabağında yanlış yazıb. İskəndər ardıcı olaraq Ərəstu, Əflatun və Sokrata üstə nəsihətnamə yazıb. Bu da düz fikirdir. İskəndər peyğəmbərlik səfərindən çıxan zaman taxtını oğluna vəsiyyət edib ona ədalətli olmağı nəsihət edir. Ona ədalətli olmaqla nəsihət etmir. O balaca idi. O anasına deyir ki, ona göz qulaq ol. Ona görə bu yanlış fikirdir. Elə qabağında yanlış da yazıb deyə bu fikir düzdür. Yəni burada bizə nə deyir? Bu test nədir? Biri doğru və yanlış olma baxımından fərqlənir deyəndə, baxaq A variantı görürük ki, özümüz başa düşməliyik ki, doğrunun qabağında yanlış yapsa, deməli A variantı səhvdir. Yəni səhv cəhətdən səhvdir. Burada bu B variantındakı yanlış fikri qabağında doğru yazıb, bu da deməli səhv fikri ifadə edir. C-də düzgün fikrin qabağında yanlış yazdığına görə bu da səhv fikri ifadə edir. D variantında düzgün fikir qabağında yanlış yazıb deyil, bu da səhv fikir. Yəni A, B, C, D variantları əks olur, yəni səhv olur. Əgər məsələn A, B, C, D variantları düzgün variantlar olsaydı, yəni yanlış olub qabağında yanlış olsaydı və yaxud da düz olub qabağında düz olsaydı, biz Y variantına baxıb orada səhv axtarmalıydıq. Amma A, B, C, D variantları yanlış olduğuna görə deməli Y variantında düz olmalı, yəni düz fikir axtarmalıyıq. Bu testlər belə olacaq. 4 dənəsi səhv olur, bir dənəsi doğru və yaxud da 4 dənəsi doğru, biri səhv, belə bir olur. Deməli,
Fikirlərin sayını deyir, yanlış fikirlərin sayı. Huşyar ol, xoş gəlsin ta ki aqibət, elə et ki haqqın məhkəməsindən dilin tutulmasın, xəcil olmasın. Bu fikirdə İskəndərin anası ilə olan o hissəsi var. Anasına deyir ki, mən getsəm deyir, elə ki sən o birisi ölkədə də deyir, xəcil olmada deyir, mənim deyir bu ölkəmi ədalətlə idarə elə. Nümunə deyir, İskəndərin peyğəmbərliyə yetişməsi hissəsindədir. Bu fikir səhv fikir oldu. Çünki o İskəndərin yetişməsi hissəsindən deyil. Ona görə bir səhv fikirdir. Elə bir səhv fikirlər istəyir. Ərastunun İskəndərə məsləhət verib onu ədalətli olmağa səsləyir, deyir. Bu fikir də səhvdir. Çünki Ərastun burada məsləhət vermir. Bu fikir sadəcə anası, İskəndərin anasına dediyi fikirlərdir. İskəndərin dinindən özündən sonra taxtına vəziyyət etdiyi insanı ünvanlayıb, özündən sonra taxtına anasına vəziyyət etməyib. O oğlu gələcək onun yerinə. Ümumiyyətlə buna görə də səhvdir. Nümunədə hakimiyyətin keçici olduğu falan belə bir şeylər də yoxdur. İskəndər bu fikirləri ifadə etdikdən sonra tək başına dünya səyahətinə çıxır, dünya səyahətinə çıxmaq gedib ölür. Yəni iminli huşyar ol, xoş gəlsin ta ki aqibət, elə et ki haqqın məhkəməsindən dilin tutulmasın, xəcil olmasın. İminli bu hissə ilə götürülmüş hissədən deyə bilərik ki, bu fikirlərin hamısı səhvdir. Amma fikirləşsək belə, İskəndərin dilindən özündən sonra taxtının vəziyyət etdiyi insanı ünvanlayıb. Yəni bura anasını əslində məziyyət etmək hissəsi ola bilər, amma ki bunu ümumi əsərə baxıb deyə bilər. İminə bu hissəyə görə yox. Ona görə də yəni nümunə haqqında İminə deyirsə, nümunədə hakimiyyətin keçici olduğu da bunu da ümumi əsərə baxıb deyə bilər. Yəni İminə həmin hissədə olan hissə ilə bağlı deyə bilmərik. Y variantı düzgün olur. İskəndərnamə ilə bağlı yanlış fikir İskəndərnamə xoşbəxtlik ölkəsinin sakinlərinə peyğəmbərliyini insar etmir. İnsar etmir. Niyə? Görürük ki, elə bunların hamısı peyğəmbər kimi adamlar da deyir. Mən bunlara deyir, peyğəmbərlik desəm ki, peyğəmbərəm. Yəni olmaz da deyir, utanır. A variantı düzdür. Əsərin baş qəhrəmanı öz həyatına vəsiyyət edərkən onlardan əfv diləyir. Düzdür, deyir, yəni mənim səhvim varsa da mənim bağışlayın. İskəndər Yaşıl Təpənin arxasından qayıdan qozanın oğlundan gələn məktubu müdrik ağsaqqallara oxuyub onlardan məsləhət alır. Bu fikir yoxdur. Ağsaqqallara falan oxumur. Sadəcə özü oxuyur onu və görür ki, bu əgər bunu oxusa, qoşun birdən çıxıb hamısı ora gedərdi. Ona görə də bunu səhv fikir olaraq götürür. D variantı deyir, İskəndər məğribə tərəf yola düşmədən öncə Qüds şəhərini nizama salır. Bu fikir də düzdür. Deyir, birinci Qüdsü nizama salır, oradakı insanın dar ağacını asır, ondan sonra düşür məğribə tərəf yol. İskəndər anasına məktubdan nalə etməməyi, dünya fani olduğunu, ölümün haqq olduğunu unutmamağı yazır. Deyir ki, yəni sən bil ki, yəni deyir hamı öləcəkdir. Yəni bu qaçıcı, yəni bundan qaçmaq olmaz. Ona görə deyir nalə etmə. Hətta orada belə bir yer var ki, deyir git məclis qur. Ora yəni kasıb insanları çağır. Əgər orada insanlara denən ki, kimin naləsi varsa yeməkdə yesin deyir. Əgər yeməyi hissələr deyir, sən də nalə elə. Eləməsi ki, məsələlər deyir, nalə eləmə. Deməli, cavab C variantı. İskəndərnamənin buradan deməli 2024-cü ilin testi idi bu. Və buradan olan 56 dənə testin izahı bunlardır. Qalan 56-dan neçə dənə olmalı idi? 76 dənə və yaxud da 77 dənə ümumi 2024-2025 nəşrindədir. Onların izahını eləyəcəm. Hələlik 56 dənə testin izahı bu qədər. Sağ olun, salamat qalın. Bu qədər.